Hər vaxtınız xeyirli olsun, dəyərli dostlarım. Bugün mən sizə Xırdalanın mərkəzində şəxsi tikili, 2 mərtəbəli, 1,5 sotun içində. Bax, belə gül çiçəyi də var. Bir dənə gülü də çək. Bir dənə gülümüz var. Görürsən, gülə bax. Yeganə gülümüz qalıb. Burada bax, həyətində gül çiçəkli olan 2 mərtəbəli, 3 otaqlı həyət evimizi çəkib təqdim edirəm. Sənəd tam mülkiyyət, torpağın da evində çıxarışı var. Bura bax, bu gördüyünüz bax, bu evdir. Burada ayaq yolu da var. İstilik sistemi kombi. Gəl buradan buranma. Həyətində bir dənə ayaq yolu, köməkçidir bu. Burada artıq əşyalarınızı, zadınızı yığa bilərsiniz. Evimizin yerləşmə yeri də əla bir yerdədir. Çox gözəl bir yerdədir. Xırdalan şəhərində Bazar Store deyilən yer var, onun arxa tərəfindədir. Məktəbə, 3 saylı məktəbə, marşruta, 2 və 9 saylı məktəbə də yaxın olan bir ərazidə yerləşir. Gəl qardaş, birinci mərtəbə buradan 1, 2, 3, 3 daş kürsüdədir. Gəl. Girək evimizin içərisinə. Ev şəxsi tikilidir. Boşa daşla, özü üçün tikilmiş evdir. Yəni bu hansısa vasitəsini, makler deyim, yəni bunlar tikmir. Şəxsi tikilidir. Bura giriş hissəni. Bax bu cür. Bax bura onun zal hissəsidir. Belə böyük bir zalı var. Zalı var. Deməli bax kombinin radiatorlarını da görürsünüz. İstilik sistemi kombidir. Burada hol hissədir burada. Gələcəkdə buranı bağlayıb qapı da qoymaq olar. Gəl. Bura sanitar qoşağıdır. Ağsaqqallarımız demişkən, köhnə kişilər demişkən ədəbxana. Burada mətbəx hissəsidir. Yəni nə varsa burada yəqin ki qalacaq. Ev sahibi bunları heç birini götürmür. Pləkanın altına baxaq. Gəl bura. Tez eləyək. Bax bu pləkanın altıdır. Burada da qaladovkadır. Pal-paltar asmaq üçün. Gəl. Yuxarı gəl. 2 dənə də otaq, böyük bir otaqlar yuxarıdadır. Burada da hol hissədir. Bu hissədə də eyvana çıxışı var. Bax burada. Eyvana çıxışı var. Onun eyvanını da çək. Gəl. Gəl bu 2 dənə böyük otağı. Çəkək. Gəl qardaş, gəl. Bura böyük bir otaqdır, yataq otaqdır. Hardasa deyim də bir 25 kvadrat var. 25